Açıq deməli, Yeni Təhsil Nazirinin bəzi qərarları bir neçə millət vəkilinin ürəyincə deyil. Onlar xaricdə təhsil üçün seçilən ali məktəblərin sırasında qərb ölkələrindəki universitetlərin sayının azaldılmasından narahatdır. Millət vəkilləri bu məsələdən narazılıqlarını parlamentin plenar iclasında bildiriblər. Təəccüblü bir qərar verib Təhsil Nazirliyi, prioritet universitetlər elan olunub və qəribə budur ki, Amerikanın 84 universitetindən 3'ü prioritet hesab olunub. Belarusiyanın, Ukraynanın, Rusiyanın universitetlərinin sayı 50'yə qaldırılıb. Ya SSR bərpa olunur, xəbərimiz yoxdur, ya buna yanaşmadır, başa düşmürəm. Əgər Azərbaycan gəncinin təhsilini düşünürüksə, Azərbaycan gəncinin təhsil harda yüksək keyfiyyətdirsə, ora doğru istiqamətlənməlidir. Mən də hesab edirəm, bu Avropa və Amerika universitetləridir. Həqiqətən də bizim qərb universitetlərinin sayının çoxalmasına ehtiyac var. Dövlət proqramına daxil edilməsinə ehtiyac var. Və bir də dövlət proqramının böyük əksəriyyətini qazanmaq çox böyük çətinliklər bahasına olur. Ümid edirəm ki, bu dəyişəcək və xaricdə təhsil alan uşaqların böyük əksəriyyətinə ayrılmış dövlət vəsaiti geri qayıtmayacaqdır büdcəyə. Mən bildiyim qədərincə xeyli hissəsi geri qayıdırdı və bu uşaq orada təhsil alan tələbələrə şamil olunmurdu. Milli Məclisin spikeri Oqtay Asadov isə millət vəkillərini səbirsizlikdə qınayıb. Yenilik gəlib, dəyişib. Qusaraq bu söhbətləri kimisi danıcı danışmaq. İndi yeni bir nazir təzə təyin olub. 3 ay keçməyib, indi başlayaq onun danıcı danışmağa. İmkan verin bu insanlar bir başlayıb işləsinlər də. Olmaz belə, qusarın bu məsələləri. Misir müəllim belə gəldi, filankəs belə getdi. Bu məsələlər öz həllini tapdı. Dövlətin rəhbəri var, təklifini verdi, sərəncamı verdi. Təzədən başlayıb bunları təzədən ekspertiz eləmək, söhbətlər demək. Mən hesab edirəm, bu milli məclisə yaraşmayan bir məsələdir. Millət vəkili Fazil Mustafa dövlətin jurnalistlərə verdiyi evlərin bölgü məsələsinə də toxunub. Bugün ən populyar olan internet portallardır, saytlardır. Olan jurnalistləri bir çox hallarda çap mediasından sanki fərqli şəkildə qəbul olunur. Məncə, bütün kateqoriyadan olan jurnalistlərə bu bölgünün ədalətli şəkildə aparılması ancaq işin faydasına olardı və Milli Məclisin iclasında ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən iyunun 1-dən pasportda elektron daşıyıcı yerləşdirilməsi, həmin daşıyıcıya pasport sahibi haqqında məlumatlar, üz təsviri, barmaq izi və digər məlumatlar daxil edilməlidir. Yeni formada pasportların verilmə müddətinə gəlincə isə pasportlar 1 yaşınadək uşaqlar üçün 1 illik, 1 yaşından 3 yaşınadək 3 illik, 3 yaşından 18 yaşınadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə veriləcək. Zümrüd İbrahimova, Şakir Qurbanov, Yurt Xəbər.